Okay, let's go. Bu günləri Vüsal'la çıxmışdıq şəhərə. Müəyyən bir işlərimiz var idi. Yekə olmaq yolunda müəyyən proseslər var. Layihələr var. Onları həyata keçiririk. Dünənlə Vüsal da kimisə gözü dəyib. Vüsal yıxılıb. Baş göt olub. Başım bir görüş keçirdik bu günləri. Gələcək layihələrimizin belə deyək, keyfiyyətini artırmaq üçün. Ne edirsən, ay Vüsal, ne edirsən? Gələcək layihələrimizi həyata keçirmək üçün, daha belə deyək, gözəlləşdirmək üçün bir görüş keçirdik və görüşümüzü uğurlu saymaq olar. Və yolda belə deyək, bir o karavanla, tostçu karavanı ilə qarşılaşdıq. Orada da tost aldıq yedik. Onun haqqında da çox gözəl idi. Rəsmən ləzzətləşən yerdir. Qiymətlər də münasib idi. Yəni onun haqqında da videonu paylaşacağam burada. Bizə də hədiyyə elədilər oradan. Hədiyyənin nə olduğunu elə videoda izləyib görəcəksiniz. Uzun sözün qısası, bu başladığımız yeni yolda yekə olmaq yolunda böyük bir belə deyək, görüşlər, addımlar atırıq. Layihələri həyata keçirmək üçün, gözəlləşdirmək üçün. Bu videonu da YouTube kanalımızda izləyə bilərsiniz. Vüsal'la Nərmanovda belə bir bomba yer tapmışıq. Qiymətlər də çox münasibdir. Bu tostdur. Burada da görə bilərsiniz. 2 manat 50 qəpiyə tost, mini tost və böyründə də Pepsi hədiyyə olunur. Adı da ki, tostçu Eldar dayıdır. Yəni Nərmanovda, McDonald's'ın arxasında. Madonun arxasında. Madonun arxası sayılır da bura. Life Center'ın yanında. Yəni metrodan çıxan kimi gəlib buradan gözəl sifarişlər eləyib yeyə bilərsiniz. Qiymətlər də ki, qeyd elədiyim kimi münasibdir. Yəni baxa bilərsiniz. Nəzədir Vüsal? Allah. Bəyəndin? Mən super. Bu yeri Vüsal kəşf eləyib bir neçə həftə öncə. Yəni çox möhtəşəmdir. Həqiqətən çox dadlıdır. Tostlar. Hətta xüsusi soundtrackləri də belə var Tostçunun. Bizə Ice Slush hədiyyə elədilər burada. Yəni həqiqətən qiymətlər münasibdir. Gəlib dadına baxa bilərsiniz. Belə gözəl bir Ice Slush. Vüsal, dadına bax görək. Yoxla bir dənə. Allah. Soğuk buz kimi özdə. Əsr yayılmalıdır.